أحد ألم نجعل له عينين ولسانا وشفتين وهديناه النجدين فلاقتحم العقبة وما أدراك ما العقبة فك رقبة أو إطعام في يوم ذي مسغبة يتيما ذا مقربة أو مسكينا ذا متربة ثم كان من الذين آمنوا وتواصوا بالصبر وتواصوا بالمرحمة أولئك أصحاب الميمنة والذين كفروا بآياتنا هم أصحاب المشأمة عليهم نار مؤصدة Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil fərəcəhum. Salam, əziz izləyicilər. Növbəti canlıda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə bir neçə mövzuya toxunmaq istəyirik və eyni zamanda xahiş olunur ki, canlını bəyənin, paylaşın, kanala abunə olmamışsınızsa kanala abunə olun. Biz nəzərdə tutduğumuz bəzi mövzuları müzakirə etmək istəyirik. Əlbəttə ki, yenə də deməli əsas baş mövzu İran ətrafında olacaq. Bugünkü bizim mövzumuz daha çox İrana qarşı xüsusən Azərbaycan mediasında və sosial şəbəkələrin Azərbaycan segmentində İrana qarşı təbliğatın, daha doğrusu İranın əleyhinə aparılan təbliğatın bugün səbəblərini birlikdə araşdırmaq istəyirik. Birlikdə araşdıraq görək bu deməli Azərbaycan mediasında niyə İranın əleyhinə təbliğat aparılır və niyə görə İranın uduzması, İranın dağıdılması, İranın məhv olunması və s. deməli məsələlər gündəmdir. Bu istiqamətdə təbliğat aparılır və əksinə Amerika və İsrail cütlüyünün yenilməz olduğunu və bütün hallarda deməli bu işğalçı rejimlərin İranı məhv edəcəyi görüntüsünü niyə Azərbaycan mediasında bu görüntü yaradılır? Bu ətrafda, bu fikrin ətrafında bugün gəlişmə eləyəcəyik. Əzizlər, mən təbii ki, bu mövzulara başlamamışdan əvvəl bir məsələni də sizin diqqətinizə çatdırmaq istəyirəm. Bu artıq 6 ildir
demək olar ki, Azərbaycan karantin dövrünü yaşayır. Dünyanın bütün yerindən koronavirusdan məsələsi bitdi. 19-cu ilin son ayı başlayan, 2019-un dekabrından başlayan deməli bu koronavirus məsələsi bu günə qədər də Azərbaycanda hələ davam eləyir və ölkə qapalı vəziyyətdə saxlanılır. Bununla bağlı deməli aprelin 1-nə qədər quru sərhədlərin bağlı saxlanılması ilə bağlı üzr istəyirəm, Nazirlər Kabinetinin sərəncamı vardı, xüsusi sərəncamı var idi. İndi bugün yeni bir sərəncam imzalandı. 7-ci ayın, iyul ayının 1-nə qədər deməli quru sərhədlərin bağlı qalması ilə bağlı növbəti sərəncam imzalandı. Bu da o deməkdir ki, biz iyul ayının 7-ci ayın 1-nə qədər quru sərhədlərin açılması ilə bağlı hər hansı bir deməli xoş xəbər eşitməyəcəyik. Əziz izləyicilər, bilirsiniz ki, bu quru sərhədlərin bağlanması mövzusu çox mübhəm və çox mübahisəli bir məsələdir. Düzdür, əvvəlcədən bu quru sərhədlərin bağlı qalması əsaslandırırlar ki, karantin rejimi ilə ki, bu koronavirusun güya yayılması və s. Bütün dünya səhiyyə təşkilatları, bütün dünya bu əslində 2020 təqribən 2022-ci illər arasında o ölkələrin bağlı olması, maska sisteminə keçirilməsi və s. kimi mövzuları indi etiraf edirlər ki, bu çox yanlış bir qərar olub. Bu qapanma deməli sistemi olmamalı idi və s. Amma Azərbaycan tərəfi hələ də bu məsələdən əl çəkmir. Deməli koronavirus mövzusunu hələ də Azərbaycan xalqının başında çatdadır. Eyni zamanda onu da deyim ki, düzdür, bir müddət sonra İlham Əliyev səviyyəsində bu sərhədlərin bağlı qalması başqa səbəbə görə olduğu etiraf edildi. Təhlükəsizlik məsələsi ilə bağlı biz demək olar ki, hər 3 aydan bir bu sərhədlərin qapalı saxlanılması ilə bağlı məsələ gündəmə gəlir və biz də bu barədə müəyyən fikirlər səsləndiririk. Bu barədə bu mövzunu gündəmdə saxlayırıq və bunun əsassız, məntiqsiz, hüquqsuz olduğunu ölkə ictimaiyyətinin diqqətinə çatdırırıq və İlham Əliyev hakimiyyətinin bu vasitə ilə xalqın hüquq və azadlıqlarını məhdudlaşdırdığını bəyan eləyirik hər dəfə. Amma hər dəfə də əslində gözləntilərimiz də olur ki, deməli daha doğrusu ümidimiz olur ki, növbəti kvartalda, çünki kvartal bu qərarlar verilir. Növbəti kvartalda artıq ölkənin quru sərhədləri açılar və s. Hökumət isə, İlham Əliyev hakimiyyəti isə kör tutduğundan buraxmaz məntiqi ilə artıq 6 ilə gətirib çatdırıb bu karantin rejimini. Hətta mən deməli bir neçə yerdə mənə rast gəldi ki, İrana qarşı işğalçı hücum siyasətini biz müşahidə eləyəndən sonra elə baş nazir postunda oturan Əli Əsədov özünün dilindən bir açıqlama vardı ki, biz görünür deməli haqlı mövqe sərgiləyirik, sərhədlərin qapalı saxlanılmasını düzgün eləmişik. Bilirsiniz ki, İran, Azərbaycan arasında təqribən 750 kilometr deməli quru sərhəd məsafəsi var. Bütün hesablamalar, nəinki Azərbaycanda, dünyada bütün hesablamalar bundan ibarətdir ki, İrana qarşı hər hansı bir hücum və İranın siyasi rəhbərliyini şəhid edəndən sonra ölkədə vəziyyət tam dəyişəcək. Qaçqın seli başlayacaq, ölkədən insanlar qaçacaqlar və s. Və Əliyev hakimiyyəti də bunu bu cür əsaslandırırdı. Düzdür, İran haqqında irəli sürülən proqnozlar və aparılan hesablamaların əksəriyyəti
özünü doğrultmadığı kimi bu hesablamada özünü doğrultmadı. Amma yenə də deməli quru sərhədlərin bağlı saxlanılması yəni bu günə qədər tutarlı məntiqi əsaslandırılması ortada yoxdur. Sadəcə ağa belə istəyir, İlham Əliyev belə istəyir məntiqi ilə artıq 6 ildir ki, quru sərhədlər bağlı saxlanılır və burada bir xüsusi qeydiyyə mən etmək istəyirəm. Bu bağlı saxlamaq ancaq Azərbaycan vətəndaşlarına aiddir. Bilirsiniz də, çünki xarici ölkə vətəndaşları həm ölkəyə girişi, həm çıxışı quru sərhədlər vasitəsilə heç bir problemi yoxdur. Rusiya, İran, Gürcüstan, hətta Ermənistan vətəndaşları belə, mən qonşu ölkələr deyirəm, Türkiyə, sonra Avropa ölkələri, düz Azərbaycan o qədər də turist sahəsində inkişaf etmiş ölkə deyil və bunun da bir çox səbəbləri var. Yəni başqa ölkələrdən Azərbaycana gəliş gediş o qədər də diqqəti çəkmir, nəzərə çarpmır. Amma hər halda quru sərhədlər ancaq Azərbaycan deməli vətəndaşları üçün nəzərdə tutulub, yəni bağlı saxlanılması. Başqa ölkə vətəndaşları istədiyi vaxt Azərbaycana quru sərhəddən gələr və gedə bilər. Bunlar üçün heç bir problem yoxdur. Azərbaycan hakimiyyətinin vətəndaşlarına qarşı apardığı bu yanlış addım görünür, deməli, bütün sahələrdə Azərbaycan hakimiyyəti öz vətəndaşlarını əzməklə, alçatmaqla məşğuldur və s. Düzdür, bəzən deməli gözləmə mövqeyində olur insanlar, vətəndaşlar və ümid edirlər ki, növbəti məsəl üçün 3 ayda artıq Əliyev hakimiyyəti insafa gələcək və s. Amma biz bilməliyik ki, bu cür zalim, qəsbkar, qatil deməli rejimlər, bunlar heç vaxt öz xoşuna insafa gəlmirlər. Bunları məcbur etməsən, bunlara təzyiq göstərilməsə, bunlar heç bir halda vətəndaşı düşünmürlər. Bunların ancaq düşündürən, maraqlandıran deməli xalqı əzmək və eyni zamanda öz postlarıdır. Öz postlarını qorumaq üçün, öz hakimiyyət mövcudluqlarını qorumaq üçün bunlar istədikləri hərəkətə yol verərlər çəkinmədən. Ona görə də biz Azərbaycan xalqı quru sərhədlərin xoşluqla açılacağını gözləməməliyik və mən hesab edirəm ki, Azərbaycan cəmiyyəti xalq olaraq artıq bu mövzunu gündəmə gətirməlidir və eyni zamanda tələb eləməlidir. Tələb etməlidir Azərbaycan hakimiyyətindən. Yəni burada hər hansı bir siyasi tələb yoxdur. Bu ictimai bir tələbdir. İnsanların yaşayışının, rifahının yaxşılaşdırılması üçün quru sərhədlərin açıq qalması şərtdir. Buna görə də xalq olaraq bu mövzunu gündəmdə saxlamalıdırlar. Deməli, biz bu mövzunu tələb etməliyik. Əziz izləyicilər, bugün mən istəyirəm daha çox vaxt ayıraq bizə ünvanlanan suallara və yorum hissəsinə daha çox diqqət ayırmaq istəyirəm. Ona görə də deməli mən tez-tez bu yorumlara baxacağam və salam yazan, canlıda olan əzizlərə təşəkkür edirəm. Mən də onları salamlayıram. Əleyhissalam deyirəm. Və burada indi bir-bir adları çəkməyə ehtiyac görmürəm, amma ümumilikdə deməli canlının yorum hissəsində salam yazan, sonra hər hansı bir mövqeyini bildirən, fikrini bildirən bacı qardaşlarımıza əleyhissalam deyirik və zaman ayırıb izlədiklərinə görə təşəkkür edirik. Biz günün əsas mövzusuna başlayırıq. Siz də İnşallah bəyənmələrin sayını artırın və əgər kanala abunə olmamışsınızsa kanala abunə olun. Əziz izləyicilər, bu mövzu ilə bağlı mən Almaniya Müdafiə Nazirliyinin ABŞ-a yox cavabı ilə başlamaq istəyirəm. Bilirsiniz ki, Amerika Birləşmiş Ştatları və işğalçı İsrail rejimi İrana qarşı hücum etməsində çox böyük yanlışa
yol verdilər və mən düşünürəm ki, bu yanlış işğalçı rejimin sonunun başlanğıcı ola bilər. Buna çox böyük ümidim var. İnanıram ki, işğalçı İsrail rejimi üçün, uşaq qatili olan İsrail rejiminin bu deməli sonunun başlanğıcı olacaq bu hücum. Biz bugün artıq deməli 17-ci müharibənin 17-ci gününü yaşadıq. Müharibənin 17-ci günü də əvvəlki günlər kimi çox zəngin və gərgin deməli keçdi. Zəngin o mənada deyirəm ki, əvvəlki günlərdən heç də fərqlənmədi. Əsasən hücumlar və İran demək olar ki, 17 gün çox layiqli şəkildə öz ölkəsini, vətəndaşlarını müdafiə eləyir. Amerika Birləşmiş Ştatlarının yanlış, ədalətsiz, qəsbkar tələblərinə boyun əymir. Vətəndaşlar da hamısı, İran vətəndaşları da hamısı öz rejim, deməli, hökumətlərinin, öz dövlətlərinin başında duranları canı dildən dəstəkləyirlər. Ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarının, İsrailin və digər işğalçı Epstein koalisiyasının, sözümüzə sadiq qalaq, Epstein koalisiyasının heç bir tələbinə boyun əymir və öz ölkələrini Epstein uşaqlarına bir qarışında belə verməyəcəklərini and içiblər və bunu da əməli şəkildə də göstərirlər. Biz eyni zamanda gördük ki, bugün Epstein koalisiyasının hərbi sahədə apardığı savaşdan daha çox onların media sayəsində apardığı savaşa rast gəlirik. Bütün hallarda var gücləri ilə bunlar media üzərindən İranın böyük itkilərə məruz qaldığını və İranın kapitulyasiya imzalayacağının an məsələsi olduğunu bəyan etməyə çalışırlar və bununla da istəyirlər ki, İranı müdafiə edən tərəfləri biraz məyusluğa uğratsınlar və bir məsələ də ondan ibarətdir ki, bizim dünyanın daha doğrusu müşahidə elədiyi bir həqiqət odur ki, Amerika Birləşmiş Ştatları və işğalçı rejim haqsız yerə heç bir əsas göstərmədən İrana qarşı hücum ediblər və İrandan heç bir məntiqə, heç bir hüquqa sığmayan tələblər irəli sürürlər. Hələ bu günə qədər mən şəxsən tanımıram elə bir yer, elə bir ölkə. Hər hansı bir güclü ölkə, zəif hesab elədiyi bir ölkə hərbi yolla müdaxilə edib, o ölkənin deməli, hüquqi, legitim rəhbərliyini zorla dəyişdirməyə cəhd eləsin. Belə bir şey, yəni həqiqətən gülünc bir məsələdir. Dünyada o qədər ölkələr var ki, onlar istədiklərini eləyirlər, xalqa qarşı, yəni xalqın varidatını, sərvətini talamaqla bağlı və s. Onlar amma onlara qarşı deməli, hegemon dövlətlərin hər hansı bir hücumunu biz müşahidə etmirik. Bu, əlbəttə ki, İrana qarşı olunan hücumun səbəblərini biz bu günlər ərzində dəfələrlə izah etmişik də, bugün mən bu mövzuya qayıtmaq istəmirəm. Sadəcə demək istədiyim mövzu budur ki, reallıqda Amerika Birləşmiş Ştatları İranın qarşısında tək qalıb. Bu çox ciddi bir mövzudur. Yəni, bəlkə də Amerika tarixində, xüsusən son 100 ildə, Amerikanın son 100 illik tarixində belə bir hadisə baş verməyib ki, Amerikanın müttəfiq hesab elədiyi ölkələr onu tək qoysunlar, onu deməli, müdafiə etməsinlər. Bu, əslində iki halla deməli, izah oluna bilər ki, bu günləri bütün dünyanın, xüsusən Amerikanın ən əsas müttəfiqləri NATO üzvləri hesab olunurdu. Yəni, Avropa ölkələri Amerikanın ən yaxın müttəfiqləri hesab olunurdu. Bu, ümumilikdə Qərb bloku adlanırdı. Amma biz görürük ki, bugün Avropa
ölkələri, NATO üzvləri, bunlar Amerika Birləşmiş Ştatlarının deməli bu hücum siyasətini dəstəkləmirlər. İrana qarşı olan apardıqları bu müharibəni dəstəkləmirlər. Heç bir halda Amerika Birləşmiş Ştatlarını müdafiə etməyəcəklərini bildirirlər. Bu ilk addımı İspaniyanın baş naziri belə bir bəyanat səsləndirdi və yadınızda olsa Donald Trump onu dərhal hədələdi. Amma İspaniyanın baş naziri öz bəyanatının arxasında durdu. Biz bir sıra ölkələr deməli Amerika Birləşmiş Ştatlarının, daha doğrusu Epstein koalisiyasının İrana qarşı hücumunu dəstəkləmədilər, bildirdilər. Bu dəfə isə, bu gün isə biz görürük Almaniyadan çox sərt və dolğun bir bəyanat səsləndirilib. Çünki Avropa ölkələrindən ABŞ-la ən yaxın müttəfiqlik eləyən, Avropanın lokomotivlərindən hesab olunan Almaniyadır. Almaniya Müdafiə Nazirliyi Boris Pistorius ABŞ-ın tərəfdaşlarından dəstək istəməsi ilə bağlı məsələyə münasibət bildirib və münasibətdə deyib ki, bəli, əslində ABŞ-ın İrana qarşı hərbi dəstək çağırışını rədd edib Almaniya. Bu bizim mübarizəmiz deyil fikrini səsləndirib. Bunu Müdafiə Naziri deyib. Bəli, sonra Trump bir neçə Avropa freqatının ABŞ-ın güclü donanmasını edə bilmədiyi işi görə biləcəyini gözləyir. Bu bizim müharibəmiz deyil və biz başlamamışıq. Nazir belə fikrini səsləndirib. Eyni zamanda nazir Almaniya ordusunun Hörmüz boğazının təhlükəsizliyini təmin etməklə iştirak etməyəcəyini də bildirib. Əziz izləyicilər, görürsünüz ki, əslində Amerika Birləşmiş Ştatları bu günlər deməli bir siyahı dərziləyiblər. Təqribən 15 ölkənin adı orada qeyd olunub. Həmən siyahı nə deməkdir? Həmən siyahıda göstərilir ki, İran bu ölkələrə hücum edib, atəş açıb və bu ölkələrdə İrana qarşı birləşib koalisiya yaradıb İranı məhv etməlidirlər. Bax, təqribən belə bir məzmundur. İran dəfələrlə ayın 28-də, fevralın 28-də İrana qarşı olan hücum cavab olaraq bir neçə ölkədə ABŞ-ın bazalarını vurmuşdu. Ondan sonra da bir neçə dəfə bu hal baş verdi və bunu da açıq şəkildə bəyan etdi. Bundan sonra da həmən ölkələrdən, ABŞ-ın bazaları olan ölkələrdən İrana qarşı hər hansı bir hərbi müdaxilə olarsa, İran yerindəcə cavab verəcəyini açıq şəkildə bildirib, bunu heç də gizlətməyib. Amerika Birləşmiş Ştatları yenə də hiləgərcəsinə bu 15 ölkəni İranın əleyhinə müharibə aparmağa səsləyir. El arasında desək ki, bu ölkələri ABŞ təhdid edir və yaxud da məcbur edir müharibəyə girməyi. Biz elə əvvəlinci günlərdən xüsusən Azərbaycana, Naxçıvan ərazisinə düşən o dronlarla bağlı fikir səsləndirəndə də bu mövzuya xüsusi toxunmuşduq ki, burada maraqlı olan tərəf Epstein koalisiyasıdır və zorla Azərbaycanı deməli müharibəyə cəlb etmək istəyir. Çünki bunun dediyim kimi əsas səbəblərindən biri ABŞ-ın uzun müddətdə regionda hərbi kontingent saxlayıb İranla savaşmağa nə gücü çatır, nə həvəsi var, nə elə bir tələb var. Çünki bu davam edərsə ABŞ daxili məsələ problemə çevrilər Trumpın əleyhinə. Respublikaçıların orada vəziyyəti olduqca hər gün ağırlaşır. İran da ki, Hörmüz boğazını bir neçə gün əvvəl Hörmüz boğazından ümumiyyətlə neft tankerlərinin keçməsi ilə bağlı qəti mövqeyin qoymuşdu ortaya. Sonra mövqeyində çox ciddi şəkildə korrektələr elədi. Ancaq ABŞ-ın və İsrail işğalçı rejimə aid olan neft tankerlərinin oradan keçməsini qadağan elədi.
başqa ölkələrdir, Çindir, Hindistandır və sair başqa ölkələrlə deməli oradan keçidinə icazə verdi. Eyni zamanda Avropa ölkələrinə də mən düşünürəm ki, düzdür, mən də dəqiq hələ bir məlumat oxumamışam Avropa ölkələrində bu mövzuda vəziyyəti nə yerdədir, amma İran açıq şəkildə bəyan etdi ki, biz deməli bu mövzuda hansı ki oradan istəyirlər neft tankerləri keçsin, onlarla siyasi danışıqlar aparmağa hazırıq. Bu da həmən ölkələrə biraz yaşıl işıq verməsidir. Yəni əslində İran tərəfi açıq şəkildə bəyan eləyir ki, bizim heç bir ölkə ilə problemimiz yoxdur, xüsusən qonşuluq siyasətini çox ciddi şəkildə təqib eləyirik. Rasional addımlar atırlar bu barədə. Bu çox bəyənilən bir məsələdir. Və İran konkret hədəfini göstərir ki, mənim hədəfim ABŞ və işğalçı İsrail rejimidir. Onların regiondan birmənalı olaraq bazalarının yox olmasını əsas hədəf qoyub qarşısına. Bu təbii ki, bu koalisiyaya yardım edən kimlər varsa, hansı ölkələrdə qoşulacaqsa, deməli İran tərəfi də bu ölkələrə qarşı öz mövqeyini ortaya qoyacaq. Demək istəyirəm ki, bu Körfəz mövzusunda məsələ elə bir həddə gəlib çatıb ki, ABŞ, Amerika Birləşmiş Ştatları Körfəz ölkələri bu Körfəzin bağlı saxlanmasından istifadə eləyərək xüsusən NATO ölkələrini bu məsələyə cəlb eləməyə cəhd eləyir, istəyir ki, cəlb eləsin və biz gördük ki, Almaniya Müdafiə Naziri bu mövzuda konkret mövqeyini ortaya qoydu. Hörmüz boğazının təhlükəsizliyini təmin etməkdə iştirak etməyəcəyini bildirdi. Əslində bu təhlükəsizliyin təmin edilməsi bu bir siyasi manevrdir. Burada bu Hörmüz boğazının təhlükəsizliyi falan bunlar hamısı İran üzərindədir. Amerika Birləşmiş Ştatları öz maraqlarına görə bütün bu müttəfiq ölkələri ora cəlb eləyib, istəyir ki, bütün müttəfiq ölkələr Amerika Birləşmiş Ştatlarının maraqları üçün savaşsın. Bu Amerika Birləşmiş Ştatlarının əsasən siyasi xətti bundan ibarətdir ki, Amerika Birləşmiş Ştatları dünyada bütün maraqlarını genişləndirmək istəyir və o ölkələrə müttəfiq deyir ki, o ölkələr ABŞ-ın maraqları üçün savaşsın, ABŞ-ın maraqları üçün ölsünlər, şəhid olsun, ölsünlər, ABŞ-ın maraqları üçün canlarını versinlər və s. Onlara bu tərəfdaş deyir. Almaniyada artıq, yəni böyük həcmdə bu yanlış siyasəti anlayıb. Ona görə ki, mən düşünürəm ki, Almaniyanın belə bir qərar verməsi regionda ABŞ-a qarşı olan siyasi gedişləri tamamilə dəyişəcək. Çünki NATO ölkələrindən, deməli, həm NATO üzv ölkələri olaraq, həm də Avropa Schengen ərazisi olan birlik ölkələri olaraq Almaniyanın özünün xüsusi çəkisi var. Buna görə də Almaniyanın Amerika Birləşmiş Ştatlarına qarşı belə bir addım atması, onun yanında durmaması mən düşünürəm ki, başqa ölkələri də biraz ümidləndirəcək və ABŞ-ın maraqlarına qurban getməyəcəklər. Əziz izləyicilər, bir mövzunu da bununla bağlı mən diqqətinizə çatdırmaq istəyirəm. Deməli, müharibənin, bu məlum müharibənin uzanması ilə bağlı biz günlərdir ki, Amerika Birləşmiş Ştatlarının təlxəy prezidenti Donald Trumpdan və onun müxtəlif, daha çox elə Trumpdan eşidirik ki, güya İran atəşkəslə bağlı müəyyən cəhdlər eləyir və s. Deməli, atəşkəsin imzalanmasına İran canı dildən, yəni əldən ayaqdan gedir ki, atəşkəs olsun və s. Amma biz hər gün demək olar ki, bu istiqamətdə İranın rəhbərliyi tərəfindən konkret mövqe oxuyuruq və bu günlərdə gördük ki, İranın Xarici İşlər Naziri Seyid Abbas Araqçı qəti şəkildə mövqeyin bildirdi ki, İran heç bir halda geri çəkilməyəcək və bir neçə gün bundan əvvəl 4 bəndən ibarət
İran deməli atəşkəs tələblərini qoymuşdu ortaya. Əslində mən bunu da deyim ki, İran müharibənin tərəfdarı deyil. Amma əvvəlinci gündən bu belədir. Amma əgər İrana qarşı hər hansı bir hərbi müdaxilə olarsa, lazımi səviyyədə cavab verəcəyini bəyan edib və o sözün üstündə də durur. ABŞ-ın deməli hər hansı bir xahişi ilə, istəyi ilə müharibənin dayandırılma məsələsi də birmənalı olaraq istisna edilir İran tərəfindən və İran tərəfi konkret tələblər qoyub ortaya. Biz bir neçə gün bundan əvvəl o tələbləri şərh etmişdik də, yenidən ona qayıtmırıq. Amma bu gün də yenə Əraqçı açıq şəkildə bildirib ki, biz geri çəkilməyəcəyik. Müharibəni sona qədər, yəni öz konkret hədəflərimiz var müharibə ilə bağlı. O hədəflərimizə çatana qədər biz müharibəni davam etdirəcəyik. Nəzərə alaq ki, bugün deməli biz 17-ci gününü yaşayırıq. Yəni bu 3-cü həftədir artıq müharibədən, 3-cü həftədir gedir. Günlər getdikcə bir-birini deməli arxada qoyduqca müharibədə İranın üstünlüyü açıq şəkildə gözlə görülə biləcək səviyyədə hiss edilir və Amerika Birləşmiş Ştatlarının mövqeyi əlbəttə ki olduqca zəifləyir. Digər bir məsələ yenə də ABŞ-ın deməli bəyanatlarına mən toxunmaq istəyirəm. ABŞ-ın bəyanatlar səsləndirir ki, Donald Trump demək biz İranın bütün hallarda hava sahəsinə nəzarət eləyirik. Sonra İranın bütün biz raket bazalarını hamısını məhv etmişik. İranın dəniz donanmasını məhv etmişik. Amma yenə də görürsən Təl-Əviv atəş altındadır. İsrailin digər şəhərləri atəş altındadır. İran xalqı deməli küçələrdə sərbəst şəkildə biz cümə günü deməli biz bunu əyani şəkildə gördük. Hətta prezidentin də qatıldığı, ölkənin ən əsas adamlarının qatıldığı açıq yürüşləri biz gördük. Amma İsrail vətəndaşları sığınacaqdan çıxa bilmirlər. Onu da mən sizə deyim ki, deməli bəzi məlumatlar var ki, İsraildə sığınacaqlara ancaq Yəhudi əsilli insanlar buraxılır. Yəni qeyri-Yəhudilər, milliyyətcə Yəhudi olmayanlar o sığınacağa buraxılmırlar. Bu da İsrailin deməli necə bir rejim olduğunu ortaya qoyur. Bu xalqın həqiqətən deməli nə qədər dünya xalqları üçün təhlükəli olduğunu ortaya qoyur. Əziz izləyicilər, demək istəyirəm ki, Donald Trump'ın hər gün çıxıb sərsəmləməsi ki, biz İran hava sahəsinə nəzarət eləyirik. Yaxşı, sən necə nəzarət eləyirsənsə, İran hər gün onlarla, yüzlərlə raket yağdırır Təl-Əvivə və necə bu raket bazalarını sən İranın məhv eləmirsən ki, və bu yaxşı bu raket bazaları hardan çıxır? Daha doğrusu raketlər hardan çıxır? Bunlar əgər sən dediyin kimidirsə, o zaman İran necə müqavimət göstərə bilir? İran necə raket zərbələri endirir və s. Əziz izləyicilər, bunları ona görə mən diqqətə çatdırıram ki, bu gün əsasən deməli Epstein koalisiyasının müharibəni ancaq media üzərindən qazanmağa çalışır. İstəyir ki, İrana qarşı mediada böyük bir ümidsizlik yaratsın və bu ümidsizlik nəticəsində deməli müəyyən uğurlar əldə edə bilsin. Mən düşünürəm ki, İran xalqı, İran cəmiyyəti çox bəsirətli və savadlı bir cəmiyyətdir. Bu vaxta qədər Epstein koalisiyasının hər hansı bir media hücumlarına məğlub olmadığını biz necə ki müşahidə etmişik, görmüşük, səbirlə, müqavimətlə, fədakarlıqla hər şeyə nail olublar və bugün dünyanın özləri demişkən bir nömrəli gücünə qarşısında dik dayanıblar və deməli onların hər hansı bir hücumundan qorxmurlar. Bu ancaq səbr və fədakarlığın deməli nəticəsidir. Bundan sonra da bu cür deməli gedişlər İran cəmiyyətini
titrədə bilməz. İran cəmiyyətini deməli öz mehvərindən çıxarda bilməz inşallah və bizim eyni zamanda ümidimiz də bu İran cəmiyyətini və İran ordusunu Allahın ordusudur. Biz bu barədə dəfələrlə danışmışıq. Allahın ordusudur. Bu küfrə qarşı mübarizə aparan Allahın dəstəsidir və belə dəstələr, Allaha sığınan ordular mütləq Allahın yardımından deməli nəsiblərini alırlar və alacaqlar. Əzizlər, məncə nə də bir neçə saniyəli yorum hissələrinə baxım. Bəli, salam yazanlara yenə də əleykə salam deyirəm. Sonra əksərən demək olar ki, yorumlarda salam yazıblar. Müəyyən dualar eləyiblər. Ramazan ayının son günlərini yaşayırıq əlbəttə ki və bu mübarək, bərəkətli, mərhəmətli, məğfirət dolu ayın artıq sona çatmasına bir neçə gün qalıb. Bu gün Ramazanın 26-cı gününü tamam elədi. Deməli, ən uzağı 4 gün və ən azı 3 gün bizim bundan sonra Ramazan ayı ilə birlikdə olmaq üçün vaxtımız var. Allah bu qalan günlərdə də, Ramazan ayının qalan günlərində də faydalananlardan, bağışlananlardan bizi qərar versin inşallah. Bəli. Əzizlər, mən istəyirəm ki, indi Azərbaycanda İrana qarşı olan bu anti-təbliğat haqqında danışaq. Baxın, böyük bir savaş gedir. Bir tərəfdən Epstein koalisiyası, Epstein haqqında da bütün dünya məlumatlıdır, bilir söhbət nədən gedir. Bir tərəfdən Allaha sığınan, təqvanı və Allaha bağlılığı əsas götürən, Allah bəndələrinə xidməti böyük ibadət hesab edən bir qrupun rəhbərliyi olan bir ölkə. Bütün dünya artıq əksər ölkələr və İsrailin deməli ABŞ-ın çox yaxın müttəfiqi olan hətta ölkələr açıq şəkildə bu məsələdə İsrailin və ABŞ-ın haqsız olduğunu etiraf edirlər. Eyni zamanda deməli İranın öz deməli haqlı suverenliyini müdafiə etdiyini alqışlayırlar. Amma biz gördük nədənsə Azərbaycanda media üzərindən İrana qarşı çox ciddi deməli düşmənçilik mövqeyi sərgilənir. Ciddi şəkildə düşmənçilik mövqeyi sərgilənir. Əvvəla mən bununla bağlı sizə deyim ki, 2 dənə faktı təqdim edəcəm. Yəni fakt odur ki, bu gün, yəni 16 mart 2026-cı il tarixdə yüzlərlə belə söhbətlər var. Demək olar ki, media üzərindən, televiziyalarda, YouTube kanallarında, saytlarda və s. bu mövzuya toxunan insanların 99% İranın əleyhinə danışır. 99%. Və cəmiyyətdə İrana qarşı böyük ümidsizlik yaradır. 1% orada ola bilər. Onlar da demək olar ki, linç edilir. Həmən aparıcılar tərəfindən, həmən kanallar tərəfindən və s. Mən onlardan qarşıma çıxanın 2 nümunəsini göstərəcəm sizə. Əvvəlcə biz bu nümunələrə diqqətlə baxaq. Deməli, bəli, buradan bax, diqqətlə qulaq asırıq, sonra biz bunu çalışıb izah eləməyə çalışacağıq. Bir dəqiqə. Aha. Siyasətə qarşı çıxırıq. Məhz həmin İrandakı rejimin buradakı daşıyıcıların çıxışıdır. Yəni, mən sizə bir dənə məqamı ifadə Üzr istəyirəm, biz bunu... Azərbaycan Respublikasında hər kəsə səslənir. Nə yardım edə bilərik?
Əlindəki mənəvi hakimiyyətdən məhrum edə bilmir. Baxın buradan qulaq asın, xahiş edirəm. Mənəvi lideri, hətta müəyyən mənada həm də siyasi lideri olaraq qalır. Bu İrandakı teokratik rejimin təmsilçiləri də təxminən eyni şeydir. O Şiə məzhəbinin daşıyıcılarının böyük hissəsinin mənəvi liderləri olaraq və yaxud da ki, istinad etdikləri şəxs olaraq qalırlar. Onlar oradan burada da hakimiyyətin apardığı Azərbaycanın milli maraqlarına uyğun olan o xarici siyasətə qarşı çıxırıq. Məhz həmin İrandakı rejimin buradakı daşıyıcılarının çıxışıdır. Yəni, mən sizə bir dənə məqamı ifadə edim. Baxın, Bu diqqətli Azərbaycan qulaq. Respublikasında mən hər kəsə səslənirəm. Siyasətçisindən tutmuş, alimindən tutmuş, istənilən şəxsə. Bu Azərbaycanda heç kim mənə elə bir ikinci ölkə göstərə bilməz ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən 19 oktyabr 91-ci il tarixindən, 18 oktyabr tarixindən bugünə kimi Azərbaycanın bir gün olsun maraqlarını qurban verməyən İsraildən başqa ikinci bir ölkənin heç məni göstərə bilməz. Baxın əziz izləyicilər, bu Xəqani Səfərli adlı bir şəxsdir. Politoloq kimi bunu, düzdür, cəmiyyətdə o qədər tanınmır, politoloq kimi bunu arada çıxardırlar. Bu deyir ki, əvvəla heç Azərbaycan müstəqillik tarixini düzgün bilmir. Yəni, aparıcı bunun yanlışını düzəldir. İkincisi deyir ki, Azərbaycan müstəqil olandan bu günə qədər İsrail bir gündə olsun belə Azərbaycanı müdafiə etməkdən və Azərbaycanın maraqlarını müdafiə etməkdən çəkinməyib. Nə ilə əsaslandırır? Biz əgər qayıtsaq ki, deməli, təqribən 90-cı illərin ortalarına və 90-cı illərin axırlarına və 2000-ci illərin əvvəllərinə, o illərə biz xatırlatsaq, yəni biraz yaşı az olanlar da o illərlə bağlı YouTube-da videolar var və yaxud da o dövrün mətbuatında müəyyən materiallar var. Bu, təbii ki, müxtəlif yerlərdə, xüsusən kitabxanada, Milli Kitabxanada saxlanılır. Maraqlı olanlar o dövrün mediasına, mətbuatına baxıb, deməli, İsrail-Azərbaycan arasında münasibətləri oxuya bilərlər. Bu yalanını o qədər böyük danışır ki, utanmadan, bir mənalı olaraq cəmaatın içinə çıxıb deyir ki, Azərbaycan, İsrail yarandığı, Azərbaycan müstəqil olduğu gündən həmişə Azərbaycanın maraqlarını qoruyub. Bununla bağlı bir dənə fakt əgər təqdim eləyə bilsə ki, biz buradan tələb eləyirik Xəqani Cəfərliyə ki, nə zaman İsrail Azərbaycanın maraqlarını müdafiə eləyib. Bununla bağlı bir fakt təqdim elə ki, İsrail hər hansı bir maddi qarşılıq güdmədən könüllü şəkildə Azərbaycanın maraqlarını təmin edib, maraqlarını qoruyub. Baxın, deməli, BMT-nin bir fakt deyim sizə. BMT-nin 4 dənə Qarabağla bağlı qətnaməsi vardı Azərbaycanın xeyrinə. Bu qətnamələr kağız üzərində qaldılar. 2020-ci ilə qədər təqribən 26 il atəşkəs imzalandı 94-cü ilin may ayının 26-sında və 2000-ci ilin sentyabrın 27-sinə qədər olan dövrü təqribən 26 ildən biraz, bir neçə ay, çox bir müddət eləyir. O müddətdə bir dəfə də olsun BMT-nin 4 qətnaməsi ilə bağlı hər hansı bir beynəlxalq tribunadan İranın bir mövqeyi, üzr istəyirəm, İsrailin bir Azərbaycanı müdafiə edən mövqeyi ortada varmı? Bunu zəhmət olmasa qoyun ortaya. İkinci məsələ 9-7-ci düzəlişlə bağlı. 9-7-ci düzəliş ABŞ-ın deməli tətbiq etdiyi yeganə düzəlişdir. Bu heç bir MDB ölkələri haqqında, nəinki MDB, dünyada ikinci bir ölkə yoxdur ki, 907-ci düzəliş onunla bağlı tətbiq edilsin. Və bu düzəlişə görə deməli Azərbaycan dövlətinə hər hansı bir yardım edilə bilməzdi. Səbəb kimi də əsas göstərilirdi Azərbaycan işğalçı
siyasət yürüdür, ermənilərə qarşı işğalçı deməli hücumlar edib. Ona görə də 907-ci düzəliş qəbul edilmişdi. Bu günə qədər də hələ də 907-ci düzəliş götürülməyib, ləğv edilməyib, düzdür? Çünki bunu elə bir siyasi oyun oynayıblar ki, 907-ci düzəlişi 2025-ci ilin avqustun 8-də məlum Vaşinqton görüşündə Paşinyanla İlham Əliyevin görüşünü nəzərdə tuturam. Görüşündə əsas tələblərdən biri də, daha doğrusu şərtlərdən biri də 907-ci düzəlişin ləğvi idi. Biz bu barədə bir dəfə danışmışıq, amma bu 907-ci düzəlişin ləğvi Donald Trump'ın bir dənə razılığı ilə və yaxud da sərəncamı ilə baş tutan bir şey deyil. Bir neçə mərhələdən bu keçməlidir. Xüsusən Konqresdən, Senatdan o mərhələlərdən keçməlidir. Biz nəzərə alsaq ki, həmən Konqresdə xüsusən erməni lobbiçiliyi daha güclüdür və bu 907-ci düzəlişin bu yaxınlarda ləğv edilməsi haqqında ümumiyyətlə hər hansı bir gözlənti olmamalıdır. Bunu ona görə deyirəm ki, heç olmasa İsrail bu günə qədər bilirsiniz ki, İsrailin deməli Amerika Birləşmiş Ştatlarının siyasətində təsir imkanları nə qədərdir? Xüsusən Yəhudi lobbiçiliyinin deməli ABŞ-ın təsir imkanı, ABŞ-ın siyasətinə təsirləri nə qədərdir? Bunu hər kəs bilir. Bu günə qədər mən Xəqani Cəfərlidən soruşuram. İsrail 907-ci düzəlişin ləğvi ilə bağlı hər hansı bir təşəbbüs göstəribmi? Sən utanmadan cəmaatı aldadırsan, xalqı aldadırsan, xəcalət çəkmirsən, deməli bu insanların milli mənafeylərinə zidd danışırsan. Deyirsən ki, İsrail Azərbaycanın hər bir halda maraqlarını təmin edib, maraqlarından çıxış edib. Yaxşı, bir dənə nümunə göstər. Bir nümunə göstər ki, İsrail Azərbaycanın maraqlarını orada təmin edib. Mən 2 dənə fakt dedim. Bu 2 dənə məsələdə həm BMT-nin qətnamələrinin icrası ilə bağlı, həm deməli bu 907-ci düzəlişlə bağlı, sonra deməli müxtəlif beynəlxalq tədbirlərdə hansında deyə bilərsən ki, İsrail durub Azərbaycanın mövqeyini dəstəklədi və s. Əlbəttə ki, İsrail neft deməli istehlakının təqribən 40%-ni Azərbaycandan idxal eləyir. Azərbaycan onun əvəzində də, neftin əvəzində də nağd pul deyil, onun əvəzində də silah-sursat Azərbaycana verir. Yəni nefti qarşılığında pulla yox, onun müəyyən hissəsini, deməli böyük hissəsini daha doğrusu silah-sursat verir. Onların da Qarabağ 44 günlük savaşda da deməli Azərbaycanın İsraildən öz puluna, baha qiymətə aldığı silahlardan istifadə edib. Bundan başqa deməli İsrail, bu da bir maraq deyil, bu öz maraqlarını müdafiə edib və bu gün də biz onu da xüsusi qeyd eləməliyik ki, bu gün də İsrail deməli sənin apardığın turançılıq ideologiyasının əsas aparıcılarından biri, təbliğatçılarından da biri bu elə Xəqani Cəfərlidir. Sənin o turançılıq, türkçülük filan söhbətlərində ki, təbliğatını aparırsan, bu gün İsrail Azərbaycanın Bakının nefti ilə Təbrizdə türkləri öldürür, Urmiyədə türkləri öldürür. Sən də durub burada Turandan, İsraildən, dostluqdan danışırsan. Sən deməli bu türk xalqına qarşı bu qədər bu mehriban düşmənçilik deməli mövqeyin hardan ortaya çıxır? Biz bu mövzunu, yəni bu Xəqaninin bu danışıqlarını bir neçə dəqiqədə dinləyək, sonra başqa bir faktı təqdim eləyəcəm. Kim istəyir gəlsin, bax, sizin studiyada da mübahisə. Elə bir ölkə var ki, bu 35 illik tarixdə bir günlük olsun Azərbaycanın maraqlarını müdafiə etməkdən vaz keçməyib. Azərbaycanın maraqlarını bir gündə olsun təhlükəyə atmayıb. Azərbaycanın maraqlarını bütün dünya boyunda... Türkiyə bu kateqoriyada yoxdur. Xeyr, yoxdur. Sürük protokollarını kim imzalamışdır? Sürük protokolları 2 illik. Baxın əzizlər, görürsünüz bu bir mənalı olaraq hətta Türkiyəni də bu məsələdən uzaqlaşdırır. Yəni iddia eləyir ki, Azərbaycan maraqlarını dünyada qoruyan yeganə ölkə İsraildir.
Türkiyəni də deməli bu məsələdə geri plana atır. Yadınızdadırsa bu 44 günlük savaşda Azərbaycan tərəfi deməli daha çox 3 dənə bayraqdan istifadə edirdilər. Hətta aparıcılar efirlərinə qoyurdular. İsrail, Türkiyə və Pakistanın bayraqlarını Azərbaycan bayrağı ilə yanaşı. O dövrdə də belə bir məsələ ortaya çıxmışdı. Çünki bunlar siyasi baxımdan bir-birinə zidd olan ölkələrdir. Bugün Türkiyəyə məsələ Fələstin mövzusuna görə deməli düzdür, əməli bir şey olmasa da ən azı deməli bu siyasi olaraq İsrail-Türkiyə münasibətləri gərgindir. Pakistanla da eyni vəziyyətdə. O dövrdə də belə bir mövzu müzakirə olunurdu. Yaxşı, əgər İsrail-Türkiyə qarşı-qarşıya gələrsə, Azərbaycan kimin tərəfində olacaq? Azərbaycan bunu dəfələrlə göstərib. İsrail deməli Azərbaycan üçün vazkeçilməz bir tərəfdir. Hökumət, mən elə düşünürəm ki, Azərbaycan siyasi arenasını və xüsusən media sahəsini mən nəzərə alaraq hesab edirəm ki, bu adamların dili ilə hökumət öz mövqeyini qoyur ortaya. Bütün günü görürsüz YouTube səhifələrində, mediada, adi televiziya kanallarında təbliğat aparılır və İsrailin nə Türkiyə ilə, nə Pakistanla, nə digər ölkələrin heç biri ilə eyniləşdirilmir və İsrail bir mənalı olaraq Azərbaycana dost ölkə kimi, hətta Türkiyədə belə, yəni İsraillə Türkiyə əməli olaraq hər hansı bir savaşa girərlərsə, bu cür təbliğatlar nəticəsində Azərbaycanın məhz İsrailin yanında olduğu mesajı verilir. Burada başqa bir mövzular da var. Mən çox zaman almıram. Ona görə də bu məsələni dayandırıram. Növbəti bir videonu sizə təqdim etmək istəyirəm. Deməli, bu videoda da icazə özlə bəli. Növbəti gedişində iki variant var. Ya Amerika qoşunları, Birləşmiş Ştatların qoşunları, İsrail qoşunları İranı tamamilə işğal eləməlidir. Ya da orada hərbi çevriliş eləməlidir. İslam rejiminin, indiki klerikal rejimin orada hakimiyyətə qalmaq perspektivi yoxdur. Baxın əzizlər, bu isə Taleh Şahsuvarlı adlı bir şəxsdir. Jurnalistdir, indi də siyasi şərhçilik eləyir. Və bu İlham Əliyevdən ev almaq üçün dəridən qabadan çıxan şəxslərdən biridir. Və İlham Əliyevin deməli təbliğatını aparan əsas yaltaqlardan və Mir Şahin sinifinə aid olan şəxslərdən biridir. Əslində bunların hər birinin içində Mir Şahinə rəhmət oxutduracaq Rauf deməli Raufdur da, bəli, Arifoğluna, Rauf Arifoğluna və bu kateqoriyadan olan bizim yəni tanıdığımız redaktorlara rəhmət oxutdura biləcək çox böyük potensialları var. Sadəcə bunların Rauf qədər, Mir Şahin qədər imkanları yoxdur. Yoxsa mən inandırım sizi bu Taleh Şahsuvarlı elə şəxsdir ki, ona imkanı olsa, ona fürsət verilsə, Rauf qədər, sonra Mir Şahin qədər ona fürsət verilsə, onu qabağa bıraxsalar, mən inandırım sizə Raufla deməli Mir Şahinə, Azər Həsrətə hətta bu adamlar rəhmət oxutdura biləcək dırnaqarası istedada malikdirlər. Bunu görürsünüz, bu yenə də YouTube kanallarının birində də mən ad çəkmirəm ki, həmən kanal ki, bütün günü bu kanal ancaq İranın dağılıb parçalanmasını təbliğ eləyir. Amerikanın İrana qarşı hücumuna haqq qazandırmaq istəyir. O yöndə təbliğatlar aparır. Burada da görürsünüz, bu eşitdiniz, bu Taleh Şahsuvarlı deyir ki, deməli, ya Amerika Birləşmiş Ştatlarının hücumu nəticəsində, yəni Amerika Birləşmiş Ştatları gəlib İranda bu rejimi dağıtmalıdır. Ya da ki, xalq olaraq bu rejimi dağıtmalıdır.
bunu hətta zəruri hesab eləyir ki, əvvəla hüquq baxımından yaxşı bir ölkə ABŞ hansı hüquqa əsaslanıb gəlib başqa bir bir ölkənin legitim rəhbərliyini devirməlidir. Bu harda yazılıb? Hansı qanunda yazılıb? İkinci, xalq olaraq siz niyə iddia eləyirsiniz ki, xalq bunu dağıtmalıdır, tələb eləyirsiniz? Hansı ki, o xalq bu gün küçələrə tökülüb İranda rejimi müdafiə eləyir. İranda hakimiyyəti dəstəkləyir. Sizə nə? Siz niyə yanırsınız? Niyə göynəyirsiniz? Axı adama deyərlər ki, ay Talih Şahsuvarlı, sənə nə isti soyuğu var? İranda xalq necə yaşayır? Sən öz ölkəndə yaşayan xalqla maraqlanmısan? Sən öz ölkəndə, öz dost dediyin, qardaş dediyin, qohum əqrabın, hətta deməli, necə yaşamasını ilə bağlı bir dənə mənfi fikir səsləndirə bilmirsən. Bir neçə il bundan əvvəl mən Bakıda olduğum dövrlərdə yadımdadır, sən işdən çıxmışdın, sən qalmışdın avara, bir tikə çörək üçün, düzdür, yəni sən biraz da həyasızlıq eləyirdin. Necə də sən hayküy salırdın, cırmaq atırdın ora-bura ki, mən çox yaxşı yaltağam, amma mənim yaltaqlığımı dəyərləndirmirlər filan. Biz bunların şahidiyik axı, biz səni az da olsa, yəni az deyiləndə az da deyil, yəni biz səni tanıyırıq da, sən mövqeyi də tanıyırıq, fikirləri də bilirik, yazıları da bilirik. Biz səni tanıyırıq və sənə nə düşüb axı? Laf elə İranda rejim dəyişsin, sən nə qazanacaqsan? Bax, sən nə qazanacaqsan? Sən ölkəndə və insanlar normal yaşayacaq. Sənin cəsarətin çatırsa, sən bugün deməli, ən azı 9 dənə qadın jurnalist, sən əgər jurnalist sənsə, mən səni jurnalist hesab eləmirəm. Jurnalist sən məddahsan da, mirzəsən, İlham Əliyevin mirzəsisən. Sən əgər cəsarətin çatırsa, belə əgər həqiqəti deyə bilirsənsə, politoloqsansa, belə nəloloqsansa, onda sən bir dənə o qadınların niyə həbs olunublar, onlar haqqında bir, heç olmasa xeyirlərdən danış, yaxşı. Yəni ziyanlarına danış. Yəni onları dilə gətir də. Sən hətta icazən yoxdur, o həbs olunan jurnalistlərin nə xeyrinə, nə ziyanına bir cümlə danışasan. Belə bir adam gülüncdür, vallahi. İndi mənim bu videomu eşidən, görənlər, xahiş edirəm ona çatdırsınlar. Vallahi bu qıraqdan çox ayıb görsənir. Sən bir dənə də çatı salmışsan boğazına, güya özü belə şey kimi aparırsan, böyük bir dənə ciddi şəxs kimi aparırsan sən. Bu dediklərin heç kimi şey eləmir, heç kimi, necə deyilir, heç kimə faydası yoxdur. Sən belə cəsarətli adamsan, belə həqiqəti deyən adamsan, ölkəndə o qədər jurnalist həbs olub, onlar haqqında bir kəlmə danış. Ölkə vətəndaşları hamısı küçələrdədir, dünyanın ölkələrində 2-ci, 3-cü, 4-cü, hətta 5-ci, 6-cı sort insan kimi ən ağır işlərdə işləyir. Ölkə deməli o qədər naz-neməti ola, o qədər ölkənin sərvəti ola, ölkə vətəndaşları hansı gündədir. Amma sən bax gör, məsələn, mən yaşadığım Almaniyada müqayisə eləyirəm, məsələn, 90 milyon deməli İrandan 10 nəfər qaçqın görərsənsə, o qaçqınlar da hamısı qudurmuşluqdan gəlib, hamısı gəlib dinlərini dəyişiblər, boynlardan bir dənə xaç asıblar. Amma deyilənə görə 10 milyon Azərbaycandan 100 dənə qaçqın görürsən, hamısı da acından gəlib. Bu gün Almaniya küçələrində Azərbaycanlıları həkimindən tutmuş, savadçısızı, fərqi yoxdur. Hamısı küçələrə tökülüblər, çörək pulu dalayıca, əziyyət çəkirlər, dil problemi, başqa mədəniyyət problemi və s. Amma sən də oturub burada şeylə danışırsan ki, İran rejimi dəyişməlidir. Qələt eləyirsən. Sən kimsən? Sənin kimi gədələrin şeylə durub İran rejimi dəyişsin. İran rejimi o qədər şəhid verib, İran rejimi kişi kimi durub Epstein uşaqlarının qabağında, şərəfsizlərin qabağında İran rejimi durub. Sən də gedib öz mövqeyi seçirsən, şərəfsizlərin yanında durursan. Bir dəqiqə davam eləyək. Bir anlıq düşünsək ki, bugün Netanyahu və demək Donald Trump telefonla danışdılar. Belə bir həvəsə düşdülər, belə bir qərar verdilər ki, İrandakı əməliyyatı qeyd-şərtsiz dayandırırıq, bütün qoşunlarımızı, şərə-şübhəmizi yığıb gedirik. İndiki İran rejiminin ayaqda qalmaq perspektivi yenə yoxdur. Baxın, niyə olmasın? Sən bütün deməli ölkəni məhv eləyən İlham Əliyevin ayaqda qalma perspektivi var.
Əliyev rejiminin, əxlaqsız Əliyev rejiminin perspektivi var hakimiyyəti saxlamağa. Amma İran rejimi bütün xalq olaraq küçələrə tökülüşüb, xalq olaraq hökumətin yanında durub, xalq olaraq rəhbərliyinin yanında durub, amma İran rejiminin perspektivi olmasın. Bu diplomatik sözlərdən, onun siyasi terminlərdən işlətməklə, ondan sonra bir dənə güyada müəyyən görünüşlər verməklə adam siyasətçi olmur. Sən bütün deməli cəmiyyətə, tarix gələcək, tarix səni yaltaq, İlham Əliyevin yaltaq Mirzəsi kimi səni qeyd eləyəcək. Əgər tarixə düşərsənsə, sən ancaq elə düşəcəksənsə. Niyə olmasın da, niyə? Sən nə qazanacaqsan oradan? Sən əlbəttə İran deməli Donald Trumpla Netanyahu zəng eləyib belə qərara gəlməyəcəklər. Donald Trumpla Netanyahu quyruqlarını tutub qaçacaqlar regiondan. İnşallah. Bunu tezliklə görəcəksən. Tezliklə mən sənin sifətvə çırpacam ki, inşallah. Sən o deyirdin, danışırlar. Tezliklə sifətvə çırpacam ki, İran xalqı, qeyrətli, cəsarətli, fədakar İran xalqı işğalçıları necə də öz ölkələrindən necə də qovurlar. Zaten onların işğalçılar onların ölkələrinə girə bilmirlər. İndi hələ deməli quru artilleriyanı ora salmaq üçün müəyyən şeylər atırlar, bəhanələr atırlar, amma cəsarətləri çatmır. Göydən 2 dənə raket atmaqla iş bitir. Girsinlər, gəlsinlər. İran qaçmır ki, İran yerindədir. İran deyir, gəl, görsən mən burnunu necə sürtürəm yerə. Çünki ölkə iqtisadi cəhətdən çöküb, sosial cəhətdən çöküb, kulturoloji. Bu iqtisadi cəhətdən çöküb, deyir, ölkə iqtisadi cəhətdən çöküb. İran 45-47 ildir ABŞ-ın və dünya güclərinin embargosuna məruz qalır. Amma sınmır. Getsən bir dənə də İran ailəsi ilə Azərbaycan ailəsini, orta Azərbaycan ailəsini götür, gör hansının vəziyyəti, iqtisadi vəziyyəti yaxşıdır. Necə iqtisadi vəziyyətdən çöküb İran? Sən elə öz kətçilərin Bərdədən tutmuş Astaraya qədər, hamısı sərhəd bağlanana qədər getmirdilər, İrana müalicəyə getmirdilər. İndi də elə gedirlər. Necə çökür? Sən elə bu sərhəd qırağı rayonlar hamısı gedib İrandan qənd, çay, düyü, kartof, soğan alıb gətirmirdilər. Hətta Azərbaycan tərəfi mənim gözümün qabağında banana, deməli monopoliya idi, banan gətirirdi bir dənə qadın, 10 ilin söhbəti olardı, mən Azərbaycanda idim. 2 kilo banan almışdı, orada ucuz idi, orada məsələn bizdə banan 2 manat idi kilosu, orada 20 qəpiyə. Bu necə iqtisadiyyat çökür? Sənin ölkəndə 2 manatadır, orada 20 qəpiyədir. Əskərlər, sərhəd qoşunlarının əskərləri o 2 kilo bananı aldı, arvadın əlindən atdı o tərəfə ki, bu olmaz. Niyə olmur? Sənin ölkən ancaq monopoliya ilə məşğuldur. Sənin ölkənə korrupsiya, hansı məmuru qaldırırsan altından milyonlar çıxır. Ən elə sıravi məmuru qaldırırsan Azərbaycanda altında deməli milyonlar pul çıxır. Amma İranın o boyda ali dini liderinin yaşayışını görürdün. Sənin kimi adamlar müəyyən propaganda aparırdılar ki, aynən 90 milyard pulu var, orada bu var, burada bu var. Gördüm, məlum oldu ki, heç onun xalqın puluna gözün ucu ilə baxmayıb. Sən nə danışırsan? Sən güyada indi İran iqtisadi cəhətdən çöküb deməklə, sənin sözün kimə hara gedir? Sən ancaq Azərbaycanda Azərbaycan cəmiyyətini İrana qarşı düşmən kimi yetişdirmək istəyir hökumət. Sən də onun mirzəliyin eləyirsən. Bunun bir fikri də var. Görüm o da çıxsa bu cümlələrin davamında sonra bu mövzunu da tamamlayacağıq. İcazə özlə buna da biz bu hissəsində də qulaq asaq. Cəhətdən çöküb və İran sisteminin ən böyük problemi oradadır ki, orada bir ideologiya hakimdir. İdeologiyanın müasir dünyanın sekulyar düşüncəsinə, elmi düşüncəsinə, rasional düşüncəsinə qarşı heç bir tərəqqi perspektivi yoxdur. Yəni bugün Britaniya tamam ayrı anlayışlarla inkişaf edir, Fransa ayrı anlayışlarla inkişaf edir. Hatta Çin belə ayrı anlayışlarla inkişaf edir. Amma İran tamam ayrı anlayışlarla. Baxın, bunun dediyinə görə bu İran o vaxt inkişaf eləmiş ölkə olar ki, İran da sən demə Amerikanın dediyi ilə oturub dursa, ondan sonra Epstein uşaqlarının dediyi ilə oturub dursa, onda sən demə İran inkişaf etmiş olacaq. Çünki bunun özünün düşüncəsi, özünün səviyyəsi, baxın İranın göstəricilərinə də sən axı durub nə nağıl danışırsan. Sən bir dəqiqə zəhmət olmasa, yəni bu cür proqramları belə təyin eləyirlər ki,
həqiqəti gizlədə bilsinlər. Amma belə proqramlar daha yaxşı olar ki, İran haqqında ciddi faktları bilən adam və deyə bilən adam da onlayn da olsa qoşulsun eyni studiyada. Bu danışılanda əks arqumentlər də qoyulsun ortaya və o zaman belə proqramları biz alqışlayırıq ki, bu əsl jurnalist mövqeyidir. Amma bunların heç birində jurnalist mövqeyi söhbəti gedə bilməz. Bunlar sadəcə birmənalı olaraq İlham Əliyevin mirzələridirlər. Həm bu kanal, hansı YouTube kanalındadır, həmən YouTube kanalı, həm bu cür adamlar. İranın biz gəlin, deməli biz dəfələrlə bu barədə mövzulara toxunmuşuq. İranın inkişafı, İran dünyada ilk üçlükdədir ki, raket deməli istehsalında, dron istehsalında təqribən ilk üçlüyə ya beşliyə düşən ölkədir. İranın elmlə bağlı, ondan sonra İranın səhiyyəsi, digər məsəl üçün İranda nəqliyyat sahəsində olan məsələlər. Baxın, mən bir məsələni deyim, mən özüm Yardımlı rayonunda doğulub böyümüşəm. Bizim kənddən deməli İranı bir dənə kiçik dağ ayırırdı. Təpənin bu tərəfi biz idi, o tərəfi onlar. Təpənin düz başına çıxanda, üstünə çıxanda deməli biz eyni səslə çağıranda İranda da bizi eşidirdilər, öz kəndimizdə də bizi eşidirdilər. Yəni o qədər yaxın məsafədə idi. 90-cı illərin əvvəllərində biz İrana gedəndə o vaxt İranda inqilab yeni baş tutmuşdu və İraqla 8 illik müharibə yeni sona çatmışdı, yeni yekunlaşmışdı. Və biz o dövrdə İrana gedəndə ki, sərhəddən keçib gedirdik. O dövrdə İranın evləri ilə Azərbaycanın öz kəndimizin evlərini müqayisə edəndə çox böyük fərqlər var idi. Həqiqətən İranın elektrik məsəl üçün o dövrlərdə İranda yox idi. Evləri çox bərbad vəziyyətdə idi. Amma artıq bir 5-6 il ondan sonra mən yenə də deməli getmişdim və əksini gördüm və gördüm artıq o dövrlər evlərin üstü o vaxta qədər samanla qamış deyirlər də onunla bağlayırdılarsa, sonra normal müasir ev dam örtüklərindən şifir və yaxud da ona uyğun bir materiallardan istifadə olunmuşdu. Gecə-gündüz işıq yanırdı. İranın bütün küçələr, yolları, kənd yolları belə 24 saat işıqla deməli təmin edilib, təchiz edilib. Bu hələ balaca bir nümunədir. Yəni gör nə qədər inkişaf eləyib. Baxın, İranda olan ən ucqar kəndləri bizim məsələn İranın şimalı hesab olunur, bizim Azərbaycan cənubu hesab olunur da. O sərhəddə o kəndlərlə müqayisə aparın, görün o kəndlərin vəziyyəti necədir, bizim kəndlərin vəziyyəti necədir. O kəndlərdə işıqdır, yollardır və s. Bizim kəndlərin yolları necədir, qaz, məsələn, elektrik, üzr istəyirəm, istilik sistemləri bizdə necədir, onlarda necədir. Sən indi nəyə deyirsən inkişaf? Sən inkişaf ona deyirsən ki, bizimkilər gərək deməli açıq şəkildə açıq soyunsunlar, ondan sonra belə deyək də Amerikanın dediyi ilə otursunlar, dursunlar. Amerika dursun, desin ki, hə, malades İlham Əliyev yaxşı prezidentdir. Onda bizdə olacaq əla hər şey. Və yaxud da İlham dursun, desin ki, mənim ailəmlə Trump'ın ailəsi eyni dəyərləri daşıyır ki, Trump'ın ailəsinin biz vəziyyətini görürük, hansı vəziyyətdədir. Trump'ın öz qızına qarşı olan münasibəti də göz qabağındadır, uzun müddət deməli müzakirə obyekti olub. Belə olanda Trump'ın bu deməli xoşuna gələndə biz oluruq inkişaf eləmiş, bizim iqtisadiyyatımız güclü olur. Sən nə danışırsan? Bunlar sən bax İranın rəsmi göstəricilərinə bütün beynəlxalq jurnallar, qəzetlər İranın inkişafı ilə bağlı deməli məlumatlar dərc eləyir və sən müqayisəli apar, gör İran hansı ölkələrlə hansı sahələrdə deməli ölkələri üstələyib. Bir çox sahələrdə artıq İran ilk ölkələr sırasına gəlib çatıb. Bu nəyin hesabınadır? Bu yəni inkişafdır da bu. Sən inkişaf nə deyirsən? Yəni sən iqtisadi inkişaf nə deyirsən? Hə, əlbəttə ki, İranda müxtəlif çətinliklər var. O çətinlikləri də İran hökuməti yaratmır. O çətinlikləri də sənin nökəri olduğun Epstein koalisiyası yaradır. Bütün dünya gücləri ABŞ məcbur eləyir ki, İrana qarşı embargolar qoyun, sanksiyalar qoyun.
və İran neftini sata bilmir, müəyyən problemlər yaradır, çıxışı yoxdur dünyaya və s. Amma insan təsəvvür elə, belə bir rejim normal İran normal əlaqələri olduğu bir dövrdə belə bir rejim rəhbərlik edir. Və İranın sıçrayışı embargolar altında, sanksiyalar altında İranın sıçrayışının qarşısını ala bilmir dünya. İndi sən əgər bu maneələr olmasaydı onda nə olardı? Bir cümləsi də var bunun, fikri də var, onu da qulaq asaq. İçərisində boğulub Eğer qalır. o dini anlayışlara Bəli, gelsek bəli. biz axı onu elə Hə, Trump'da da dünya- görürük, Netanyahu'da da görürük. Yox, orada bir məsələ var. Biri var, mənim şəxsi dini etiqadım. Mən istənilən formada dinə də etiqad Baxın görürsünüz bu mövzuda da aparıcı burada haqlı bir sual verdi, sağ olsun. Çünki bu adam bütün hallarda çalışır ki, deməli İranı mövzusunda dini mövzuya çəksin və İranın geriləməsini ki, əslində bu belə deyil, amma hər halda İranın geriləməsini din sahəsində olduğunu qeyd eləsin. Yəni güya İran sekulyar dövlət deyil, sekularizm inkişafdır bunun düşüncəsi ilə, daha doğrusu bunu bu cür təbliğat aparır. Yəni sekularizm dini kənara qoymaqda, dini elə get namaz qıl və səlam, dinin siyasətə qarışmaması, bunlar sekularizmin qısa mənası bundan ibarətdir. Bunlar bu o cür deməli təqdim eləyir. Aparıcının burada sualı çox yerində olan və məntiqli sualı cavabını da verə bilmir təbii ki. Biz Netanyahunun xüsusən çıxışlarında gördük ki, bir siyasətçi əgər Netanyahu işğalçı rejimin uzun illərdir ki, baş naziridir, rəhbəridir faktiki olaraq. Belə bir şəxsin siyasi mövzularda çıxış etdiyi anda, əgər dinə müraciət edirsə, dindən, Tövratdan statlar gətirirsə və Tövrata əsasən müəyyən fikirləri səsləndirirsə, bu öz fikridir deyib bundan keçmək olmaz. Necə olur? Dini mövzularda Trump danışanda, Netanyahu danışanda öz fikri olur. Amma İran dini mövzulara əsaslanıb dövlət idarə eləyəndə bu təhlükəli bir şey olur. Bu nə məntiqdir? Bəli. eləyə bilərəm, ateist ola bilərəm, deist ola bilərəm. Bir sistem, din idarə etmədə hakimiyyət quruluşudur. Ona görə o yerdəki elm dindən ayrılmayıb, siyasət dindən ayrılmayıb, iqtisadiyyat dindən ayrılmayıb, mədəniyyət dindən ayrılmayıb. Baxın bax, əzizlər, mən biraz qabağa verdim onun çıxışını. Bura qədər kifayətdir. Mövzu əslində demək olar ki, din mövzusudur. Bunların dərdləri ürəklərinə ki, bir dənə ox kimi gəlib keçib, din mövzusudur. Yəni, məsələ budur ki, bunlar deyirlər, din gərək elə, məsəl üçün, geçsin bir məscid səviyyəsində, bir dənə də lay çalan mollanın təbliğatı ilə din elə geçsin, ancaq namaz, oruc, namaz, oruc, arada geçsinlər həccə, sonra yəni bu cür elə yola versinlər. Din gərək siyasətə qarışmaya, din gərək elmə qarışmaya. Amma bunlar unudurlar ki, elm də, siyasət də, bunlar hamısı dinə bağlı olan məsələlərdir. Dinsiz elm fəlakətdir. Necə ki, bugün dünya dinsiz elmə yiyələndiyi üçün bu cür qırğınlar baş verir. Dinsiz mədəniyyət əxlaqsızlıqdır ki, biz bunun nümunəsini gördük Epstein koalisiyasında. Hansı əxlaqsızlıqlara deməli imza atırlar. Bunların da məqsədi budur ki, dini qoyaq qırağa, kim indi harda namazını da qıla bilər, ondan sonra namazını da qıla bilər, hər cür şərəfsizlik də eləyə bilər. Din mərkəzli, Allah mərkəzli yaşayış olmamalıdır. İkinci bir məsələ, yaxşı, sən ölkün, Azərbaycan neçə ildir sekulyar dövləti, sekularizmi əsas götürüb, dövlət olaraq bu sekulyar bir dövlətdir. Hansı uğura imza atıb? Hansı iqtisadi inkişafdan danışa bilərsən sən? Əgər dindən ayrılmaq, dindən mədəniyyətin, elmin dindən ayrılması əsasdırsa və bu inkişafdırsa, Azərbaycan illərdir ən azı Əliyev rejimini götürsək, biz yəni 93-cü ildən ümumiyyətlə hər zaman indi orada bir 5-6 il boşluq yarandı, SSR dağılanda 5-6 il boşluq yarandı, bəzi dini təbliğatlar
genişləndi. Sonra yenə də hökumət o təbliğatı da kontrol altına aldı. Yaxşı, sənin Azərbaycan cəmiyyətin sekulyrizmi əsas götürüb. Nəyə nail olub? Sən də hardan utanmaz, həyasızcasına çıxıb nə nümunə göstərirsən? Sən ağzı o gələn nə danışırsan ki, ay Talih? Sən bir əvvəl fakt qoy ki, məsəl üçün göstər ki, Azərbaycan cəmiyyəti sekulyar cəmiyyətdir və bu sekulyar cəmiyyət olandan sonra, sekulyrizmi təqib eləyəndən sonra bu qədər nailiyyətləri olub. Axı, sən belə bir də nümunə göstərə bilməzsən ki, axı, iqtisadiyyat baxımından, mədəniyyət baxımından və digər elmi baxımdan hansı elmi inkişaflar Azərbaycanda qeyd olunub, hansı iqtisadi inkişaflar, hansı məsələn mədəni inkişaflar. Bu nümunələr yoxdursa, sən özün heç bir iş görməmisənsə, durub nə boş-boş danışıb İran haqqında cəmiyyətdə mənfi fikir formalaşdırırsan. Bunlar nəyin nəsidir? Əziz izləyicilər, görürük ki, bu deməli hər gün hələ bunların məsəl üçün Azər Həsrəti var, ondan sonra Fazıl Mustafası var, sonra sizə deyim Ceyhun Məmmədlidir ya Məmmədov var, o deputat odur. Ondan sonra Elçin Aloğluları var. Bunlar yəni bir dəstədirlər ki, bunlar Epstein koalisiyasının Azərbaycan nümayəndəliyidir. Yəni bunlar bir mənalı olaraq Epstein uşaqlarıdırlar. Bu başqa bir adı yoxdur. Və bütün hallarda bu cür çıxıb heç bir ciddi argument qoymadan ortaya, bir fakt qoymadan, ancaq İran əleyhinə Azərbaycan cəmiyyətində müxtəlif deməli anti-təbliğat aparırlar. İran güya dağılır, İran acından ölür, İran getməlidir. Birinci, İran danışdığın kimi deyil. Bunlar heç bir həqiqət deyil. İkinci də, lap İranda rejim dəyişildi ya dəyişilmədi. Sənə nə isti-soyuğu var? Sən nə əldə edəcəksən? Ya bacarırsan Türkiyədəki kimi, başqa Avropa ölkələrindəki kimi, İsrailin özündə, Amerika Birləşmiş Ştatlarının özündə bu Epstein koalisiyası bu qədər müdafiə olunmur. Əslində Amerikada bu dəqiqə baxdı, görürsən bütün vətəndaşlar, xalq durub Donald Trumpdan tələb eləyirlər ki, sən bu müharibəni dayandırmalısan və bu müharibəni əsaslandırmalısan. Və yaxud da İranla bağlı dünyanın hər yerində, Avropa ölkələrində, ondan sonra Amerikanın özündə İranı dəstəkləyən minlərlə, 50 min, 60 min, hətta 100 minlərlə aksiyalar keçirilir ki, insanlar ora qatılırlar, İranın mövqeyini dəstəkləyirlər. Amma sən də çıxıb orada utanmaz, həyasızcasına deyirsən ki, rejim İranda getməlidir. Axı, sən kimsən rejimin İrandan getməsini, deməli, bu rejimin İranda rejimin dəyişikliyini sən qərar verməlisən. Sən bacarırsansa sənin kimilər, bacarırsınızsa ədalətli bir mövqe sərgiləyin və orada olan real məsələləri rasional izah eləyin. Yoxsa tərəf tutmaqla, ABŞ müdafiə eləməklə, Epstein uşaqlarının müdafiə eləməklə ki, onların yanında yer alırsınız. Onları müdafiə eləməklə çox az sayda insanları aldada bilərsiniz. Yəni sizin bu cür çıxışlarınız heç bir halda İran Azərbaycan xalqını düşmən eləyə bilməyəcək. Azərbaycan xalqı mən düşünürəm ki, o qədər də sizin təsəvvür etdiyiniz qədər geri zəkalı deyil. Azərbaycan xalqı ayıq xalqdır. Düzdür, indi bu rejimə qarşı susqunluğu göstərir. Bu ayrı bir mövzudur. Amma bu cür mövzularda, İran mövzusunda və digər mövzularda sizin Azərbaycan xalqını deməli bu qədər alçaldıb yalan məlumat yaymağa haqqınız yoxdur, özünüzü biabır eləyirsiniz. Bəli. İndi məsələn, görürəm yazırlar yorumda da, Azərbaycan Təbriz belə oldu, Zəncan belə gəldi. Ondan sonra Ərdəbil belə getdi, Urmiyə belə oldu. Bunlarda 50 milyonluq Azərbaycan yaşayır, bu Azərbaycan Respublikasıdır. Əzizim, birinci, onlar çoxdular. Fərz eləyək ki, 90 milyon deməli İranın, elə 50 milyonu inandırıcı rəqəm deyil, elə çünki təkcə İranlar, farslar yaşamır ki, orada başqa xalqlar da yaşayır. Onların elə böyük əksəriyyəti fərz eləyək ki, deməli, türklərdir. 50 milyon türkün sən istəyirsən ki, gəlib öz günə salasan. Onların sənin qədər başları işləmir.
Ondan sonra onların sənin qədər ağılları yoxdur, dünya görüşləri yoxdur. Sən elə özünə bir gün ağla, ondan sonra dur get başqasına gün ağla da. Burada Orxan Səfərli adlı istifadəçi deməli mənə bir sual ünvanlamaq istəyir. Mən gözləyirəm. Orxan Səfərli 5992 deməli adlı izləyici sualcı soruşun. Mən çalışacağım sizin sualcı cavablandırım. İndi əgər bir neçə saniyə sualcı göndərsiniz, mən oxuyub cavablandıracağam. Əzizlər, başqa bir deməli Amerika-İsrail dal Bəli. Orxan, sualın varsa soruş. Aha. Bəli, Azərbaycan cəmiyyətini üzləniraqlarla deməli doldurublar. Azərbaycan cəmiyyətini onlar təmsil edir. Sənin cəsarətin var, çıxıb deyəsən ki, məsələn, bu üzləniraqlar niyə görə bu qədər Azərbaycan cəmiyyətini bunlar təmsil edir? Dünyada bunlar təmsil edir Azərbaycan cəmiyyətini. Sən cəsarətin yoxdur onlara durub etiraz eləyəsən. Sən əgər Talih Şahsuvarlı, Xəqani Səfər, o Səfərli, sonra Azər Həsrət, bunların cəsarətləri var, dursunlar baboşa, məsələn, bir dənə etiraz eləsinlər. Onunla bağlı bir dənə video çəkib onu tənqid eləsinlər. Cəsarətləri çatır, Tolik'i bir dənə tənqid eləsinlər. Hələ Tolik ya, bir dənə cəsarətləri çatır, durub Tolik'i tənqid eləsinlər. Tolik haqqında bir dənə mənfi fikir səsləndirsinlər. Gör, onların cəsarəti varsa, durub eləsinlər. Mən onda deyərəm ki, hə, bunlar cəsarətlidirlər. Sən ölkədə belə adamların adını çəkməyə cəsarətin yoxdursa, sən nə danışırsan, sən kimi yalladırsan? Nəyə icazə verib? Bu, Orxan yazıb ki, İran hökuməti buna necə icazə verib? Dindar bir sistem olaraq mənə həmişə maraqlı olub. Sualı olduğu kimi, yəni fikri ifadə eləmir, bizim anlaşılmır orada. Deməli, söhbət nədən gedir? İran nəyə icazə verib? Əvvəl onu deyim ki, İran 90 milyonluq bir deməli ölkədir. Yuxarıda yazmışam mən bunu. Əzim, belə olmur. Sualı mən o yorumların hamısını oturub, elə vaxtımız da yoxdur. Başqaları da izləyir. Biz durub onları incələyək, sən harada nə yazmışsan. Sualı konkret bir yerdə normal bir dənə sual ver və cavabı da al. Ona görə də belə şeylər, deməli, belə bir yerdə bir şey yazırsan, başqa yerdə sual olmur. Əzizlər, dediyim kimi, bu insanların Talih Şahsuvarlının cəsarəti çatırsa, dursun, o adını çəkdiyim və onun kimi adamlar ki var, mən onların adlarını dilimə gətirmək istəmirəm. Onlar haqqında bir dənə tənqidi deməli fikir səsləndirsinlər. Tənqidi fikir səsləndirə bilmirlər. Amma durub burada nasıl namusluq eləyirlər, filan şey belə olacaq, İran dağılacaq, biz orada Azərbaycanlılar orada Azərbaycan türkləri ilə dövlət quracaq. Azərbaycanlıların orada dövlətləri var da. Nə edirlər? O dövlət ilə Azərbaycan, İran dövləti Azərbaycanlıların delə. O dövləti Azərbaycanlılar idarə edirlər. İdarə etməsələr də o dövlətdən məmnundular. O dövləti qorumağa da deməli qorumağa da cəsarətləri çatır, durub qoruyurlar da, arxasında da dururlar. Sən kimi deməli o şey var elə bir Natiq Zəfərli. Dədəsini tutdular onu şeydə parlament seçkiləri idi, yoxsa deputat şeydi, prezident seçkiləri idi. Qucaq-qucaq aparıb bülleten salırdı. Onu da biabır, o biabırçılığına əslində o geri çəkilmə əvəzinə durub o da məsələn elə fikirlər səsləndirir ki, güyada deməli bu çox böyük bir lazımlı bir adamdır. Onlar bilmirlər ki, onların o fikirləri indi səsləndirmək Azərbaycan hökumətinə sərf eləyir. Siz əgər fikir səsləndirənsinizsə, çıxın hökumətin yanlış davranışlarını tənqid edin də, onlardan danışın, xalqı ayıldın. Xalqa deyin ki, bu hökumət məhv eləyir sizi. Sən durub belə dədön getdi bülletenləri, quzaq-quzaq bülletenləri qutuya atırdı.
o biabırçılığını sən yəni özə hörmət eləsəydin də sən o şey siyasətdən çəkilərdin, deyərdin mənim dədəm gör nə yola əl atır. İndi sən gəlib başlayırsan xalqı əslində maarifləndirməkdən, xalqa iqtisadi o rəqəmləri ki, hansı ki o rəqəmlər şişirdilir hökumət tərəfindən, yanlış rəqəmlər təqdim olunur. Bundan sonra xalqın iqtisadi vəziyyəti hansı formadadır? Və sən onları xalqa deməli maarifləndirmə əvəzinə sən durur hökumətin burada təbliğatını aparırsan. Sözdə güyada bir partiya sədrisən. Hansı ki sən deməli o partiyanın Japon bir nümayəndəliyi kimi, bir bürosu kimi fəaliyyət göstərirsiniz. Özünüzü elə aparırsınız. Əlqərəz, əzizlər, mən hər birinizə təşəkkür edirəm. Məni izləyənlərə və özünü normal aparanlara mənim canlımda təşəkkür edirəm, xüsusi təşəkkür edirəm. Özünü Epstein uşaqları kimi aparanlar da, yenə də onlar da sağ olsunlar, vaxtlarını sərf edirlər, gəlib bizim canlıda qulaq asırlar, bizim danışıqlarımıza. Mən inanıram ki, onlar da nə zamansa onların da qulağı deşiləcək və bizim həqiqət dediklərimiz, danışdıqlarımız onların da beyninə gedib çatacaq və onlar da həqiqəti düşünməyə başlayacaqlar. Buna mənim çox böyük ümidim var. Ona görə də siz elə mən tənqid eləyənlər, bəzən də təhqirə yol verənlər, bəzən də dediyim kimi Epstein uşaqları kimi özünü aparanlar, siz də elə nə blok eləyirəm sizi, nə sizin haqqınızda başqa söz deyirəm və ümidim budur ki, sizin qulağınızda inşallah tezliklə deşiləcək və haqqı anlamağa başlayacaqsınız. Əzizlər, mən hər bizə təşəkkür edirəm. Sağ olun, Allah amanında. Allah bizə inşallah agahlıq versin. İnşallah ümid edirəm ki, tezliklə İslam ordusu olan İran ordusu tezliklə qalib olacaq. Küfrün və münafiqliyin ordusu olan İsrail və deməli Amerikanın ordusu Epstein koalisiyası tezliklə layiqli məğlubiyyətlərini dadacaqlar. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.